Dəki kini sındırmaq üçün nə edə bilərəm? Bu barədə mənə dua edin və kömək edin. Allah sizi bizə çox görməsin. Yazır. Allah sizdən razı olsun. Kinlə mübarizə aparmağın yolu o qarşı tərəfdən məndəki kin yaranıb. Səbəbi nədir? Biraz onun haqqını düşünmək lazımdır. Bəzi vaxtlar ətrafın onun haqqında yanlış fikirlərinə görə kinlənir kimsə kiməsə qarşı. O qədər danışırlar, axırda bunun qəlbində ona qarşı o qədər nifrət və kin yaranır ki, birinci gələk bu məsələləri bəlkə də araşdırsa görəcək ki, elə də deyilən kimi adam deyil. O mənada kin aradan gedə bilər. Adam anlayandan sonra bu adam deyil, gedir. İkinci məsələ bundan ibarətdir ki, çalışmalıdır bir növ nəyə görə ona kinlənib, niyə görə, nə məsələyə görə. Bir dənə özünə dönüş eləsin ki, ondan özü də nə qədər eləyib, bax. Biz özümü niyə bu qədər sevirəm? Yaxşı, özümə nə qədər məhəbbətim var. Məsələn, insanda belə bir xüsusiyyət var da, məsələn, biri eləyəndə özü məsələn 10 dəfə ondan eləyir, amma özünün məhəbbəti, eşqi nə qədər. O eyni eynəndə, bax, o məsum deyil ki. Səhvi də ola bilər, xətası da ola bilər. Bir də onun yaxşı tərəfləri də var. Yaxşı tərəflərini də görmək lazımdır. Bu 2. 3. Kin bəzi vaxtlar yığılan qəzəblərdir. Baxın, qəzəb yığılır, axırda o çevirir Çin. Evdə də bu, ailədə də bu, ailə münasibətlərində çox mühüm faktordur. Görürsən, qadın kişi ilə, qadın yığır ürəyində saxlayır, kişi yığır ürəyində saxlayır. 3 ildən sonra axırda partlayır. Bir oturun hərdən bu qədər yığıb saxlamaqdansa 5-10 dəqiqə söhbət edin. Danışanda doğrudan çox şey həllini tapır. Sən saxlayırsan, o saxlayır. Məsələn, vaxtlar görürsən, ailədə, evdə məsələn, kişi bu cürünə xoşlamır da, xanım məsələn, belə rəftar eləsin. Həmişə gəlir, o rəftarı eləyir, hirslənir, yığılır, hissə. Bir dəfə oturur, ki, mən belə şey xoşlamıram. O da otursun, sənə desin ki, mən bu xoşlamıram. Oturub danışanda məsələlər həllini tapar. Danışıb vaxt ayırmırlar, yığışır, olur nə? Nifrətlər çoxalır ki. Yəni, adətən qəzəb yığılan nifrətlərdir. Bu 3. 4-cü məsələ. Qəzəbi aradan aparmaq, kini aradan aparmağın yollarından da biri səmimanə gecən bir aləmi həmən şəxsi Allahın dərgahında səcdə edib dua eləyəsin. İlahi onu bağışla, səhvlərin, xətaların. İlahi mənim qəlbimdə ona qarşı nifrət var, qəlbimdən çıxart. Bu da 4-cü məsələ.